Alfa kursun axır bərnaməsinə xoş gəlibsiniz. İndi bu seri bərnamənin axırına yetişirik. Buracaq Məsihiyyət inancı haqqında çox şeylər öyrəndiniz və əgər bu arada siz də Tanrının dərgahına gəlib, onun sizə olan nicat hədiyyəsini ondan alıbsınız, İsa'nın kim olduğuna və çarmıx üstündə sizin günahlarınızın bağışlanması üçün nə etdiyinə əgər inanıbsınız, bunun nəticəsində də müqəddəs ruh indi sizin qəlbinizdə əgər sakindir, sizə bir sual qalıb. İndi nə etməliyəm? Hətmən bu o sualdır ki, indi fikrinizdə sizi özünə məşğul edir. İndi ki, Məsihə iman etmişəm və müqəddəs ruh məndə sakindir, indi nə etməliyəm? İki şey. Sizin bilməyiz üçün sizə ancaq daha iki mətləb qalıb. Birinci mətləb budur ki, İsa'nın əmrindən itaət edib suda təmid olunasınız. Lütfən xatırınızda bu mətləbi daim saxlayın ki, suda təmid almaq heç kəsi Məsihi etməz. Adamı Məsihi edən İsa'nın kim olduğuna inanmaqdır və bu ki, İsa onun üçün çarmıx üstündə nə edib? Məsihi adam odur ki, İsa'nı Rəbb və Qurtarıcı adında öz ürəyində qəbul edib və inanır ki, İsa'nın çarmıx üstündə özünü fəda etməkinə günahları bağışlanıb, müqəddəs ruh da onda sakindir və onun vəsiləsi ilə Tanrı ilə iç tərəfli və canlı bir rabitədə yaşayır. Belə adam hələ təmid olunmadıqda da Məsihidir. Və Tanrının kəlamına görə əgər bu həyata təmid almamış göz yumsa, gözün bir qırpımında ruhunu İsa'nın yanında tapacaq. Onda bəs təmid nədir? Təmid bir əlamətdir. Təmid o həqiqətdən danışır ki, bizə baş verib və biz onu şəxsən təcrübə etmişik. O zaman ki, biz İsa Məsihi Rəbb çağırırıq və onun Rəbb və qurtarıcımız olduğuna etiraf edirik, bu etiraf o deməkdir ki, bundan sonra həyatımıza hökm sürən odur və onun sözlərindən itaət edirik. Məsihə inandığımızdan sonra rastlaşdığımız ilk əmr təmid almaqdır. İsa ona inanan adama əmr edir ki, Rəbb İsa'nın adında suda təmid olunsunlar. Təmid almaq bizim onun əmrlərindən itaət etməyimizdə ilk qədəmdir. Biz təmid alanda dünyaya elan edirik ki, mən Rəbbin bütün dediklərinə, bütün etdiklərinə inanmışam və mənim dərdimə verdiyi əlacı da onun əlindən alıb dərdimdən qurtarmışam. O, bu əlacı mənə hədiyyə kimi verib, əvəzsiz. Mən ona əsla layiq deyildim, lakin o, öz məhəbbəti üçün bu feyz və lütfü mənim haqqımda etdi. Bu lütfü ondan aldım və bu lütf mənim həyatımı dəyişdi. İndi mən onunla canlı və iç tərəfli bir şəkildə rabitə saxlamışam və elədir ki, indi Tanrı deyir, mən eşidirəm, mən deyirəm, Tanrı eşidir. Mənim artıq din və fəlsəfənin teoriyalarına ehtiyacım yoxdur. O, məni itmiş halımda tapıb və mənə kimlik verib. Mən artıq itmiş deyiləm. Həyatım onun sevgisi ilə günbəgün elə dolur ki, daha içimdə heç boşluq hiss etmirəm. İndi sizin hamınızın gözü qabağında bu suda təmid almaqla Rəbbin əmrindən itaət edirəm və beləcə şəhadət verirəm ki, Rəbb mənim haqqımda nə edib? Başqa bir sözlə, bu mətləbi belə demək olar. Şəxs İsa'ya iman gətirmək ilə Məsihi olur və bu imanını cəmaatın gözü qabağında onun adında suda təmid olunmaqla
göstərir. Bu təmid Məsihin insan haqqında etdiyi işi ki, ölüb və dirilməsidir, təsvir edir. Buna görə də Həvari Pulos Rumlulara yazdığı məktubda cavabı bəlli olan bir sual soruşur. Məgər siz təmid aldığınız zaman Məsihlə ölmədiniz? O zaman ki, şəxs təmid alır və suyun altına gedir, bunu elan edir. Mən artıq keçmişdə olan günahlarım üçün ölmüşəm və suyun altından çıxdığım zaman İsa Məsihin dirilişi qüvvəti ilə çıxıram və deyirəm, bundan sonra mən yox, Məsih məndə yaşayacaq və mən ancaq onun əmrlərindən itaət edəcəyəm. Bizim Məsihi inancımızda ancaq iki rəsmimiz var. Biri təmiddir, o birisi də Rəbbin müqəddəs ziyafəti. Və bunların hər ikisi də bizim Tanrı ilə olan rabitəmizə işarə edir. Buna görə başqa bir sözdə onlar artıq rəsm, rüsum və ayin deyirlər. Aya sən imanlı qardaş və ya bacıma təmid almaq gərəkdir? Bəli, əlbəttə ki, gərəkdir. Çünki buna Rəbb özü əmr edir. Suda təmid almaq Rəbbin tərəfindən bizə bir təklif kimi deyil ki, bizə seçənək ixtiyarı versin. Xeyr, o bunu bizə əmr edir. Buna görə də öz kilisalarınızın xidmətçiləri yanına gedin və onlardan istəyin ki, münasib bir vaxtda sizə təmid versinlər. Baxın, siz təmid almaqda ancaq imanınızı dünyaya elan etmirsiniz. Hər cəmaat arasında ki, təmid olunursunuz, bu təmidlə o ailənin bir üzvü olursunuz. Onlar təmid verməklə sizi öz ruhani ailələrinə qəbul edirlər. İndi ikinci mətləbə gedək. Bu ikinci mətləbi Həvari Pulos Rumlulara yazdığı məktubun 12-ci fəsil 1 və 2-ci ayəsində deyir. Qulaq asın. Bunun üçün ey qardaşlar, Tanrının mərhəmətinin xatirinə sizə yalvarıram ki, bədənlərinizi Tanrıya diri, müqəddəs və məqbul olan qurban təqdim edin ki, bu sizin ibadətinizdir. Və bu dünyaya bənzəməyin, lakin fikrinizin təmizlənməsi ilə dəyişilin ki, Tanrının yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu bilib yerinə yetirəsiniz. Pulos bu ayələrin əvvəlində bunun üçün sözündən istifadə edir. Bu ibarət aydınca göstərir ki, o qabaqca dediyi sözünün arxasında bunları deyir. Pulos keçən 11 fəsildə insanın başına nə gəldiyindən danışır. İnsan Tanrının sinəsinə vurub onu öz həyatından rədd edib. Onun bu işi
Tanrının müqəddəsliyinə toxunub və Tanrı da insanı öz başına buraxıb. İnsanın içində Tanrının ruhu olmadığından insan səhih və qələt arasında daim qələt olanı seçir və elə bir vəziyyətə özünü salıb ki, Tanrının sözü onu günah çağırır. Bu mətləbi Rumlulara yazıldığı məktubun 1-ci fəslində görürük. Bu fəsilin 18-ci ayəsindən sonra gələnlər bizim bugünkü dünyamızı çox aydın təsvir edir. Bu məktubun 2-ci fəsilində Pulos məzhəb və din arxasına düşən adamlara deyir ki, baxın, sizin də halınız belədir. Siz daim içinizdə olan Tanrı boşluğunu çalışırsınız ki, din və məzhəb ilə doldurasınız. Bu sizə morfindir. Az bir zaman sizi nəşələndirir, sonrası uçub gedir və o boşluq daha da genişlənir. Pulos deyir ki, sizin də halınız başqaları için pozğundur. Çünki din Tanrı ilə insan arasında ikitərəfli bir rabitə əsla qura bilməz. Pulos deyir ki, Tanrı insanın dini ayinləri dalınca deyil. Pulos sonrası Yahudilərə üz tutub onlara xitab edir və deyir ki, fəxr etməyin ki, atanız İbrahimdir. Bunun sizə heç fəxri yoxdur. Su çeşmə başından bulanıb. Çünki Adəm Tanrını həyatından atdığına görə bais oldu ki, bu dünyaya günah vəziyyəti hakim olsun və günah da özü ilə ölüm gətirdi. Və beləcə ölüm hamının qədərinə hakim olub. Və insan bu vəziyyətdə Pulos deyir ki, əsir qaldı. Yaxşı və pisin nə olduğunu bilir, lakin iradəsi elə əsirdir ki, onların əncam verib verməməsinə qadir deyil. Buna görə də Pulos həvari bu mətləbi yetərincə izah edəndən sonra 7-ci fəslin axırında məyus bir şəkildə deyir, bax gör, nə yazıq bir adamam. Amma 8-ci fəsildə Pulos xoş xəbərdən danışır. Deyir ki, İsa'ya inananlar üçün heç qisas yoxdur. Din və fəlsəfənin insan üçün edə bilmədiyi işi İsa və onun böyük lütfü əncam verir. Buna görə də Pulos ölümü alay edib deyir, bəs hanı sənin sancın, bəs haradadır sənin işin? Çünki İsa Adəmin bütün insanların başına gətirdiyi bəlanı onların üstündən qaldırır. İnsanları bu günah vəziyyətindən azad edir. Pulos 9-cu fəsildən 11-ci fəsiləcək Yahudilərin seçilmiş xalq olduqları iddiaya baxır və onlara deyir ki, siz yaxşı bir xalq olduğunuz üçün seçilməmişdiniz ki. Siz seçildiniz ki, Tanrı üçün bir vəzifəni yerinə yetirəsiniz. Bunu ki, Tanrını başqa insanlara tanıtdırıb, onlara bərəkət qaynağı olasınız. Amma siz nə etdiniz? Siz bərəkət əvəzinə onlara lənət oldunuz və Tanrıya asi çıxıb, onun oğlunu çarmıxa çəkdiniz. Pulos bu 11 fəsildə Rumda yaşayan imanlılara bəsit bir şəkildə Tanrının insan haqqında etdiyi işi açıqlayır. Və bu təlimlərə dayanaraq onları elə bir təcrübələrdən keçirdir ki, Tanrı onlara həqiqi bir təcrübə olur. Və Rum kilisası elə o yerdə durur ki, indi siz, mənim əzizlərim, orada durur. Buna görə də Pulos həvari deyir, qardaşlar və bacılar, ey sizlər ki, Məsihə inanıb müqəddəs ruhun vəsiləsi ilə təzə bir doğuşa nail olubsuz, bədənlərinizi canlı və müqəddəs qurbanlar kimi hifz edin. Sizə yalvarıram, Tanrının mərhəmətlərinə görə sizə yalvarıram, Tanrıdan aldığınız bütün o rəhmətlərə görə sizə yalvarıram.
Baxın, Tanrının sizə göstərdiyi lap böyük mərhəmət bu idi ki, haqq etdiyinizi Tanrı sizə vermədi. Siz günahlarınıza görə gərək Tanrının qəzəbi altında cəzalanırdınız. Lakin o sizə mərhəmət göstərib bunu sizə vermədi. Əvəzinə öz lütfüne dayanaraq sizə nicat verdi ki, əsla ona haqq etmirdiniz. Belə bir mərhəmətə nail olduğunuz üçündür ki, sizə yalvarıb belə etməyinizi istəyirəm. Gözünüzü Tanrının sizə etdiyi bu işə dikin, o zaman qüvvət alıb bədənlərinizi müqəddəs və canlı qurbanlar kimi Tanrıya təqdim edə bilərsiniz. Bilirsiniz, qurban barədə Pulos Həvari burada diri, müqəddəs və məqbul olandan danışır. Tanrı əti qəhətdə onun hüzuruna gətirilən bütün qurbanlardan belə şeyləri tələb edirdi. Pulosun bu sözü əti qəhdin bütün tarixini bizim gözümüzün qabağına gətirir və belə deyir ki, Yahud xalqının bel bağladığı din ayinləri onların nicatı üçün yetərli deyildi. Tanrı şəriət və din ayinlərini onun üçün Yahud xalqına verdi ki, onlar Tanrının lütfüne nə qədər möhtac olduqlarını anlasınlar. Lakin Yahud xalqı həmişəki kimi elə düşündü ki, bu din ayinləri ilə özünü Tanrının lütfüne layiq edə bilər. Lakin əməldə bunu edə bilmədiklərini görəndə, yine də Tanrının niyyətinə yaxınlaşmayıb, buna çalışdılar ki, din qanunlarını özlərinə münasib bir şəkildə təfsir etsinlər. Və görürük də ki, İsa necə cədid əhdə din alimlərini bu iş üçün danlayır. Şəriətdən məqsəd bu idi ki, ana kimi uşağın əlindən tutub onu Tanrının feyz və lütfüne gətirsin. Amma insanlar onun bu məqsədini anlamadılar. Əti qəhətdə gələn bütün qurbanlar İsa Məsihin gələcəkdə edəcəyi işindən bir təsvir idi. Onlar bu işin əsl mənasını buraxıb onun zahirinə baxırdılar və onu dini rəsm rüsuma döndərmişdilər. Vəsilə onlar üçün hədəfə dönmüşdü. Həvari Pulos deyir, Tanrının məqsədi, Tanrının niyyəti dəyişilməyib. Əgər əti qəhətdə heyvanları qurban edirdilər, bu Tanrının insan üçün gələcəkdə edəcəyini təsvir edirdi. Amma indi Məsih özü insanların günahı yolunda qurban olub və artıq quzu qurbanına ehtiyac yoxdur ki, onun bu işini təsvir etsin. Amma aya Tanrı bizdən artıq qurban tələb etmir? Niyə edir? Çünki insan hər rabitədə olsa ona lazım olur ki, bir şeyləri qurban etsin. Rabitə həmişə qurban tələb edir. Lakin Tanrı ilə olan rabitəmizdə o bizdən istəyir ki, bədənlərimizi ona ruhani qurbanlar kimi təqdim olunmuş sayaq və daim çalışaq ki, bu qurban ləkəsiz, qüsursuz
və Tanrıya məqbul olan olsun. Necə ki, Ətiqəhdə də belə idi. Bədən sözü aydınca bunu göstərir ki, Tanrı məndən fikrimin, ürəyimin, gözümün, əlimin, ayağımın, bütün bədənimin üzvlərinin ləkəsiz olmasını istəyir, qüsursuz olmasını istəyir. Tanrının huzuruna gəldiyim zaman mənim bədənimin bütün üzvləri gərək pak, gərək tahir olsun, gözüm gərək pak olsun, dilim gərək pak olsun, fikrim gərək pak olsun. Bunlar Tanrıya məqbul olan qurbandırlar və bunu o bizlərdən tələb edir. Onun ruhu bizdə sakindir. Onun adında təmid almışıq. Onun kimliyi bizim üstümüzdədir. Buna görə də belə olduğumuz gərəkdir. Məgər olar ki, yalan danışan dilinlə, günah dalınca qaçan ayaqlarla, yamanlıq edən əllərlə, şəhvətə baxan gözlərlə, qəzəbli ürəklə Tanrının huzuruna gəlib orada dayanaq və onunla ikitərəfli bir rabitədə olmağımızı təvəqqə edək. Yox, bunun imkanı əsla yoxdur. Buna görə Pavlos bizə yalvarır ki, bədənlərimizi canlı, müqəddəs və Tanrıya məqbul olan qurbanlar kimi saxlayaq. Qurban sözü araya girdikdə aydınca bilirik ki, bizdən rahat bir şey tələb olunmur. Rahat olsaydı ona qurban adı verilməzdi. Bilirsiniz, biz gündəlik həyatımızda daim qurban etməyə məcbur qalırıq. Hər zaman ki, bir seçənəklə rastlaşırıq və İsa'ya olan inancımız üçün səhih olana qərar veririk, bu bir qurban olur. Çünki yaxşı bilirik ki, dünyanın bu qədər yalan əyarları qabağında, vəsvəsələri qabağında, əksəriyyətin bizə zor deməsi qabağında bu iş elə də rahat deyil. Günahda boğulan ictima istəyir ki, hamını öz rənginə döndərsin və buna baş əyməyən adamları lağ edir. Lakin o zaman ki, lağa dözüb düzgün olanı seçirik, bu bizim haqqımızda bir qurban olur. Hava həvəs mənə zor gətirir ki, Tanrının nifrət etdiyi işi edim və mən onun qabağında dayanıb Tanrının sevdiyi işi yerinə yetirirəm. Bu, mənim haqqımda bir qurban olur. Və Pavlos deyir ki, bizim ibadətimiz elə budur. Çünki Tanrı ilə olan rabitə ancaq bir neçə saat üçün deyil, bütün ömür üçündür. Bu rabitə daimi olduğu üçün də bizim ibadətimiz daimi bir şəkilə dönür. Bu ibadət bəzi vaxtlar özünü sözlər və kəlmələrlə göstərir, lakin çox zamanlar bizim ibadətimiz bütün o şeylərdir ki, Tanrı ilə olan rabitəmizdə onları yerinə yetiririk. Beləcə bizim hər şeyimiz ibadət olur, hətta yol getməyimiz, gülməyimiz, Tanrının da bizdən istədiyi elə budur. Pavlos sözünün davamında deyir, bu dünyaya bənzəməyin. Bu dünya ilə saziş etməyin. Bu dünyanın yalan əyarlarını, yalan dəyərlərini qəbul etməyin. Dünyanın müşkülü buradadır ki, nisbi həqiqətlərlə daim dəyişilir. Sənə bugün həqiqət olan mümkündür, sabah artıq həqiqət olmasın. Sənə həqiqət olan mümkündür, mənə həqiqət olmasın. Nisbi həqiqət adamdan adama, zamandan zamana fərq edir. Pavlos biz imanlıları təşviq edir ki, dəyişilməz və mütləq həqiqətinə yaşayaq. O vaxt bu dünyaya bənzəmərik. Bu həqiqət, əzizlərim, ancaq Tanrının sözüdür. Heç vaxt dəyişilməz. Həmişə bütün insanlar üçün hər zaman və hər yerdə bir və eynidir. Doğrudur. Onun üçün də arxayın həyatımızı bu həqiqət üstündə bina edə bilərik. Pavlos deyir, bu dünyaya bənzəməyin.
Lakin fikrinizin təmizlənməsi ilə dəyişilin ki, Tanrının yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu bilib yerinə yetirəsiniz. Fikrinizin təmizlənməsi ilə. Yəni, fikrinizdə saxladığınız bütün o dünyəvi dəyərlər və məhərləri eşikə atın və onların yerinə Tanrının dəyər verdiklərini qoyun. Zehninizi Tanrının kəlamı ilə təzələndirin və həyatınıza istiqamət verən onun dedikləri olsun. Fikrinizin bu təzələnməsi sizin zahirinizi də dəyişəcək. Xalq sizə baxanda təzə bir adam görəcək. O qabaqçı məniyyət ölmüş olacaq. Fikirləri təzələnmiş bir adam görəcəklər və həqiqi tövbə də əzizlərim elə budur. Fikrin təzələnməsi, köhnə fikirləri, köhnə dəyərləri atmaq və yerinə Tanrının fikrini, Tanrının dəyərlərini qoymaq. Belə edəsiz, xalq qabaqlarında elə bir adam görəcəklər ki, həyatını Tanrının sözü üstünə bina edir. Sizin mən Məsihiyəm deməyə ehtiyacınız olmayacaq. Başqa adamlar sizin həyatınıza baxarkən biləcəklər ki, həyatınız kimin kimliyinə bağlıdır. Pavlos təkid edir ki, siz indi müqəddəs ruhdan dolu olarkən belə bir həyat yaşamağa qüdrətiniz var. Qüdrətiniz var ki, bədəninizin üzvlərini günah vəsiləsi olmağa qoymayasınız. İçinizdə olan köhnə məniyyətin qabağında dayanasınız. Qüdrətiniz var, icazə verməyəsiniz ki, sizin əliniz, qəlbiniz, fikriniz və diliniz günaha çəkilsin. Və deyir ki, əgər belə etsək, Tanrının kamil və yaxşı iradəsini biləcəyik və məqbul olan ibadətimiz də elə budur. O zaman Tanrının fikirlərini bilərik. Onun bizə hazırladığı bütün yaxşı şeyləri anlarıq. Onlardan ləzzət apararıq. Tanrı ilə diz-dizə oturub danışarıq və söhbətimizə axır olmaz. Belə yaşamaq həyatımızı onun qüdrəti ilə doldurar. İsa'nın adında istərik və onlar. Çünki deyən və istəyən biz yox. Tanrı.